Birdən bu fikirlərdən ayıldım ki, oğlan xeyli uzaqlaşıb. Yenidən onun arxasınca qaçdım. Yetişib qolundan tutub saxladım. Mən sadəcə sənə kömək eləmək istəyirəm, dostum. Yəni mənimlə dərdini bölüşməni istəyirəm. Heç olmasa başlanğıc üçün adını de. Uzun saçlı qəribə oğlan başını qaldırdı. İlk dəfə idi ki, saçlarının arasından onun ürək ağrıdıcı mavi gözlərini gördüm. Gözlərində dərin bir hüzün vardı. Acizli yoban saf gözləri elə dərin və kövrək baxırdı ki, sanki məni dəlib keçirdi. O bir baxışıyla demək olar ki, həyat romanını yazmışdı. Deyirlər, kişilər ağlamaz. Amma onun göz çuxurları hər halda film izləməkdən qızarmamış və şişməmişdi. Qaşlarını bir-birinə sıxması daxilində öküz qəzəbinin gizləndiyindən xəbər versə də, kövrək baxan o aciz gözlər bu qəzəb qarşılığında aciz qaldığını, heç nə edə bilmədiyini deyirdi. Bir əli ilə üzünə tökülmüş uzun saçlarını arxaya daradı. İlk dəfə onun simasını gördüm. Sarı saçları və saqqalı, daha sonra mavi gözləri və qabarıq çənə sümükləri onun əsaslı şəkildə buranın adamı olmadığını deyirdi. Alçaqdır adım. İndi isə rahat burax. Maraqlı addır. Mənsə Elza. Şad oldum, alçaq, deyib aşağı əylərək onun sallanan əlini əlimə aldım və yeni tanış olmuş adamlar kimi aşağı-yuxarı yellədim. Cənab alçaq, gedək sənə içki verim. Gəl gedək biraz barda oturaq, deyib onun qoluna girib geriyə Halinası tərəf döndərdim. Sənin pulun var? Yerişini yavaşladaraq tərəddüdlə dedi. Hey, mən orada işləyirəm. Ora bizim bardı, deyə zarafatyana onu dirsəklədim. Heç nə demədən yolumuzu davam elədik. Halinasa qayıtdıq. Onu küncüdə 2 nəfərlik masada əyləşdirdim. Daha sonra özüm şərab və 2 dənə qədəh götürməyə getdim. Elza, bu da yeni mövzudur, deyə Renat gözqaş elədi. Elza, bu da yeni mövzudur, deyib istehza ilə onu yamsıladım. Nə olub sənə? Ağzında yumurta qalıb, deyərək güldü və axır vaxtlar yaman qara qabaqsan. Nə məsələdir? Biraz ciddi tonla sanki halımı maraqlanırmış kimi canfəşanlıq göstərdi Renat. Tararam, tararam, taram, tararam, tam, 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 tam. Elza, bu da yeni mövzudur, deyə istədiyi kimi şadyanalıqla cavab verdim. Renat heç nə demədən başını yellədə-yellədə sifariş apardı. Mənsə əlimdə şərab və 2 qədəhlə sarı kapşonlu alçaqla üzbəüz əyləşdim. Hə, de görək əsl adın nədir? Kimsən, kimlərdənsən? Şərabı süsə-süsə ona sual atəşini tutdum. Bendi Vuen. Gözlərini uzun müddət dizillədiyi lampadan çəkmədən cavab verdi. Bendi Vuen, qəribə addır. Qətiyyən buralara xas deyil. Hardansan? Qəribə oğlan yenə də xəyallar aləminə düşdü. Bendi, ayıl, deyirəm hardansan? Bunun nə fərqi var? Hə, düz deyirsən, bunun bir fərqi yoxdur. Qulaq as, Bendi Vuen. Mənim sənin köməyinə ehtiyacım var. Belə ki, mənim 10 dənə yazdığım arzu listim var. Burada 6-cı arzum boş qalıb. Yalnız sən kömək edə bilərsən mənə. Heç nə demədi. 6-cı arzum ondan ibarətdir ki, hansısa maraqlı həyat hekayəsi olan adama həyat romanını yazdırmalıyam. Bununla onu keçmişinə qaytarmalıyam. Həm də özüm də onun həyatını yaşamış olacağam. Heç nə demədən qədəhi başına çəkdi. Mənə kömək elə, bunu yaz. Masanın üstündəki əllərini əlimə alaraq yalvarırmış kimi dedim. Heç bir cavab vermədi. Gözlərini lampaya, hələ də o lənətə gəlmiş lampaya dikmişdi. Alo, bu dəqiqə sənin o səfə hekayənə son qoyacağam. Burada söz danışıram, mənə bax. Doğrudan, deyərək alnını qırışdırıb məni süzdü. Gülməyimi saxlaya bilmədim. Hə, doğrudan, mən bunu edərəm, deyərək güldüm. Mənə kömək edərsən? Bunu mənim üçün yazarsan? Yox,
Yenə kəkələdi. Yoxdan başqa bütün cavablar qəbul olunur. Heç nə demədi. Axı niyə? Bacarmaram. Yox, Bendi, bacararsan. Əminəm, bu tam sənlikdir. Məni qırma, xahiş edirəm. Bunu mənim üçün elə. Əvəzində nə istəsən edərəm sənin üçün. Ora qorxuludur. Hara? Sənin həyatın? Qulaq as, Bendi. Sən bunu yaz, mən sənin üçün limitsiz içki verəcəm. Hər gün bura gəlib ürəyin istədiyin qədər içə bilərsən. Cavab yoxdur. Hə, nə deyirsən? Yazırsan? Başını buladı. Dərin bir ah çəkib başımı masanın üstünə atdım. Dərhal da qaldırıb, heç olmasa bir neçə balaca kağız, yalvarırmış kimi soruşdum. Balaca kağız? Deyə soruşdum. Hə, bir neçə balaca kağız və buna görə limitsiz içki. Gözlərim parıldadı. Deyəsən yola gəlirdi. Bu içkidən masanın üzərindəki şərab şüşəsini işarələdi. Hə, hansından istəsən ondan, bir sözlə hamısından. Nə deyirsən, razılaşdıq, yazırsan? Yox. Of, Bendi, of, axı niyə? İstəmirəm. Artıq nə deyəcəyimi bilmirdim. Bildiyim bircə o idi ki, nə olursa olsun, onu yola gətirməliydim. Görünür, tək fırlanırsan buralarda, deyə soruşdum. Mənə içki süz. Hə, de görüm tək yaşayırsan. İçki süzə-süzə sualımı yenidən soruşdum. O var və Bibli var. Onlar kimdir? Nə qərib adları var? Dostlarım. Aydındır. Yəqin ki, ev heyvanlardır. Heç nə demədi. Qulaq as, Bendi. Əgər sən həyatında baş verənləri kimləsə paylaşmırsansa, sən yaşamamış öləcəksən. Ya da elə ölüsən. Sadəcə gəzən ölü. İnsanlardan qaçmaqla nəyəsə nail olduğunu düşünürsənsə, yanılırsan, dostum. Əksinə, düşdüyün bataqlığın daha da dərinliyinə batacaqsan. Düzdür, bəlkə də insanlara nifrət edirsən. Ola bilsin, onlar sənə pislik eləyiblər. Bu cür düşünmək haqqındır, amma mən onlardan deyiləm. Mən sənə kömək eləməyə çalışıram. Sənə dost olmağa çalışıram, başa düşürsən? Sən də mənə kömək elə, bunu yaz. Əgər bunu yazarsan, keçmişinə dönəcəksən. Bütün keçmiş həyatını olduğu kimi yenidən yaşayarsan. Hər şey yenidən film kimi, amma daha canlı görmək zövqünü yaşayacaqsan. Bir sözlə həyatın axda filmə baxıb nostalji yaşayacaqsan. Bu sözlərimdən sonra qəribə Bendi Vuyen başını qaldırdı. Mənə baxıb, həyəcanla gözlərini bərəltdi. Gözlərini ətrafa gəzdirməyə başladı. Və yenə də eyni nöqtəyə tez-tez baxıb fikrə getdiyi çılçırağa zillədi gözlərini. Uzun-uzadı fikrə getdi. Ağlında hansısa fikirlər keçdiyi bəlli idi. Nəhayət mənim dediklərimin məğzinə varırdı. Nəhayət gözlərini çılçıraqdan ayırdı və bərəlmiş gözlərini mənə zillədi. Çaşqın və tərəddüdlü səslə keçmişimə dönəcəyəm. Bu necə olacaq? Hə, hadisələri nə qədər ahəngdar və ətraflı yazarsan, bir o qədər real yaşayarsan hər şeyi. Çox ətraflı və çox aydın yazsam, sözü deyə bilmədiyi üçün əsəbləşib yumruğunu masaya çırpdı. Hər şeyi çox real yaşayaram. Yerindən qalxmadan başını mənə yaxınlaşdırıb utqundu. Saf baxışlarını mənə zilləmişdi. Səbirsizliklə məndən xoş xəbər gözləyirdi. Sanki 7 yaşlı uşaq anasına yeməyimin hamısını yeyib bitirsən parka aparacaqsan, deyirdi. Hə, Bendi, hər şey olduğu kimi və ardıcıl yazsan, olduğu kimi ikinci dəfə yaşayarsan. Deyəsən, ikinci dəfə görməyə çox arzuladığın şeylərin var keçmişində. Hə, yox. Mən düzü yaxşı şeylər yaşadım, amma qısa oldu. Onu bir də yaşamaq istəyirəm. Onda razılaşdıq. Ümid edirəm mənim üçün qalın bir roman yazacaqsan, deyərək yeni süzdüyüm qədəhi ona uzatdım. Hə, bu uzun olacaq. Olacaq, deyə sayıqlayaraq öz qədəhini mənim ona uzatdığım qədəhə toqquşdurdu. Bir dəqiqə gözlə, Bendi, mən qayıdıram. Bel çantamdan 6-cı arzum üçün nəzərdə tutduğum notebook və boz dəri üzlüklü qalın dəftəri götürüb qayıtdım. Budur, Bendi. İstəsən kompüterdə yaz, istəsən əl yazma şəklində. Bu dəftər xeyli qalındır. Bir sözlə, səni necə rahatdırsa elə də yaz.
Dostoyevski kimi ol, oğlan? Deyərək kompüter və dəri üzlüklü boz dəftəri masanın üzərinə qoydum. Mən olar ki, indi gedim, başlamaq istəyirəm. Başını sağa sola yellədərək sanki utanırmış kimi və xırıltılı səslə kəkələdi. Hə, Bendi, əlbəttə, deyərək onunla razılaşdım. Halinasın qapısına qədər onu qolundan tutub müşayiət elədim. Gözləyəcəm səni, Bendi, hələlik, ətraflı yaz, deyə arxasınca qışqırdım. Növbəti gün nə qədər gözlədimsə də Bendi Ven gəlib çıxmadı. Çox səbirsizlənirdim. Uzun zaman idi ki, elə bir adam axtarırdım 6-cı arzumu həyata keçirsin. Nəhayət tapanda onu itirmək istəmirdim. Görəsən yazacaq, birdən fikrindən dönsə, bəlkə məni başından eləmək üçün belə dedi, kimi fikirlər dolaşırdı ağlımda. Artıq 5 gün keçib, amma hələ də Bendi Ven gəlib çıxmamışdı. Gözüm qapıdan çəkilmirdi. Hər an səbirsizliklə onun gəlişini gözləyirdim. Nə olub, qanın qaradı, deyəsən dostun atıb gedib səni, deyərək həyasızca rişxəndli gülüşü ilə dişlərini ağartdı Renat. Renat, cəhənnəm ol, əsəbləşdirmə məni. Nə dedim ki mən? Heç nə demə, Renat, mənə dəymə, qanım qaradır. Yaxşı, bağışla kövrək xanım. Halinasın qapısı açıldı. Yenə də eyni həyəcanla Bendi Ven'in gəlişi ümidi ilə gözlərimi qapıya zillədim. Bu dəfə gələn 2 polis nəfəri idi. Hər ikisi də yekə qarın idi. Ümumiyyətlə bütün polislər yekə qarınlı olur. Bu 2 nəfərin yeganə fərqi isə arxada gələnin hündürboy olması idi. Hallinasdan Elzaya. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Dünya yumru lənət topudur elə bil. Fırlanır, lənət saçır. Nələr baş verir? İnsanlara nə olub belə? Mən hardayam? Hara gedirəm? Hardan gəlmişəm? Niyə gəlmişəm? Kiməm mən? Mənə nə lazımdır? Kimi fikirləri əlindən tutub beynimdə gəzirə-gəzirə səhər işdən gəlirəm. Bəli, səhər. Mən gecə növbəsində işləyirəm. Və bundan çox məmnunam. Bakının mərkəzində elit barlardan biri olan Evernestdə də qoca Fenderminin simlərinə sığal çəkərək canlı akustik musiqi ifa edirəm. Bir gün mən işə getməsəm, Evernestin ab-havası tamam başqa olur. Doluluq faizi 2 qat aşağı düşür. Gələn qonaqlar buranın az işıqlandırılmış təbii lampaların verdiyi sakitliyi və üstəlik içkilərin verdiyi sərxoşluğun yarımçıq komfortunu musiqisiz olduqda qadınsız seks kimi duya bilirlər. Lakin buna baxmayaraq müdirim mənə hər gün cəmi 10 manat verir. Bunun çox az pul olduğunu bilirəm. Amma az və çox nisbə anlayışdır. Belə baxanda balaca bankada yaşayan boz rəngdə karas balığından başqa heç bir canlı dostu, tanışı olmayan 21 yaşlı gənc üçün qane edəcək puldur. Nəysə. Yay səhəridir. Səhər şəfəqinin verdiyi ilahi enerjini tam gücü ilə yararlanmağa çalışıram. Ciyərimə çirklənməmiş təmiz hava doldurub ürəyimi yuxarı qaldırıram. Günəş yenicə dənizin arxasından boylananda bütün vücuduma və simama səbəbsiz xoşbəxtlik hakim olur. Beləliklə, bu lənətə gəlmiş suallar və digər negativ enerjisi olan hər şey keçir arxa plana. Səhər şəfəqini çox sevirəm. Səhər şəfəqinin verdiyi bu eyfariya olmasaydı, məmnunluq hissimin olmadığından şübhələnərdim. Amma bu şəffaf sevinç uzun sürmədi bugün. Hər ayın sonu olduğu kimi bu dəfə də kirayə qaldığım bir otaqlı, içində 2 çarpayı və bir balaca şkafdan başqa heç nə olmayan qaranlıq, darısqal, üfunətli daxmamın sahibi səhərin gözü açılmamış qapının qarşısında ağac kimi bitib. Bu adam bir gün belə ora-bura salmır. Hər ayın axırı olan gün evimin qarşısında kök atır. Hə, Bendi, işlərimiz var deyəsən, deyərək öz-özümə güldüm. Amma bu xəstə gülüş idi. Mən buna xəstə gülüş deyirəm. Hər hansı təhlükə məni gözləyərkən özümdən asılı olmayaraq simamda əcaib istehsalı təbəssüm yaranır. Biraz da hiləgər baxışlar. Belə hallarda həyəcanlanıb qışqırıb bağırmaqdansa bu daha yaxşıdır məncə. Zaman keçdikcə ayaqlarım evimin qarşısındakı ağacla aramızdakı məsafəni qısaldır. Yaxınlaşdıqca alçalmış adamın simasında 21-ci əsrin insanına aid iyrənc sifətini daha da yaxından görürəm. İnsanın az olduqda ən yırtıcı varlıq olduğunu anlayıram bu tipi gördükdə. Hətta bu adamı 2 ayaqlı çaqqal adlandırıram özlüyümdə. Sabahın xeyir, Bendi, necəsən? Deyərək, kişi güya mənim halımla maraqlanırmış kimi özünü göstərməyə və üzündə təbəssüm yaratmağa çalışdı. Hansı ki, bu dünyamızın prinsipidir və heç də uzun sürməyəcəkdi. Sabahınız xeyir, cənab. Biləndə ki, kirayə haqqı üçün gəlməmsiz, çox əla oldum, deyə gülümsədim.
Əslində mənim evimdə pullarım var idi. Sadəcə hər gün işdən gəldikdə onları necə gəldi atdığım üçün kişinin dediyi məbləğdə onları toplamağa halım yox idi. Həm də evdə pulum var, sadəcə toplamağa halım yoxdur cavabı da uyğun gəlməzdi zənnimcə. Hə, Bendi, kirayə haqqı üçün gəlmişəm, deyərək başı ilə də təsdiqlədi. Xoş gəlmişsən düdəmə, indi gəldiyin kimi get, qulağımdakı səs. Bu qulağıma tez-tez gələn səs idi. Bu səslər məni heç vaxt rahat buraxmayıb. Yetimxanadakı həyatımda və oradan çıxandan sonra da mənə əmr vermədən bezmir bu səslər. Bunun hansısa psixoloji xəstəlik olduğunu öyrənmişdim, amma adı yadımda qalmayıb. Təəssüf edirəm, cənab. Bugün verə bilməyəcəm. Sabaha maaş alacağam, evdə də biraz pulum var. Toplayıb pulunuzu artıqlaması ilə verərəm, narahat olmayın. Deyib, bu kimi şablon cümlələr qurmağa başlamışdım ki, 2 ayaqlı çaqqal mindi ayaqsız cin atına. Cin atının dəqiq necə olduğunu bilmirəm. Bendi, necə yəni verə bilməyəcəm? Filan kəsə borc qaytarmalıyam. Mənim o xərclərim, mənim bu xərclərim. Hər ay belə edirsən. Əsəbi halda nələr sühürürdü, amma mən onu dinləmirdim. Fikrim yatağımda idi. Səsi mənə uğultu kimi gəlirdi. Onu yola verib qaçıb yatağımı qucaqlamaq istəyirdim. Gözlərim axırdı. Bilirdim ki, məni evdən qovan deyil, çünki o üfunətli daxmada küçə etini zəncirlə bağlasan, bir günə dözməyib zənciri qırar. 2 ayaqlı çaqqaldan üzr istədim və prinsiplərə uyğun bütün quyruq bulamaların hamısına riayət elədim və keçdim zirzəmidəki evimə. Evə daxil olarkən axırıncı dialoqum haqda düşündüm. O mənə necə olduğumu soruşdu. Hə? Hə, qulağımdakı səs. Görəsən, mən necəyəm? Hey, Bendi, necəsən? Deyə öz-özümə soruşdum. Yaxşıyam, yoxsa pisəm, kədərliyəm, bəlkə xoşbəxtəm. Axı mən necəyəm? Bilmirəm. Nə hiss keçirdiyimi bilmirəm. Məni nə kədərləndirəcək, nə xoşbəxt edəcək bilmirəm. Səhər şəfəqindən başqa. Ən pisi də necə olduğunu bilməməkdir. Mənim hisslərim, duyğularım məhv olub, həyatım pombozdur. Gənclik bağçalarındakı ağacları, çiçəkləri qırıb yerində asfalt çəkmişəm sanki. Həyatıma nə maraq qata biləcəyini düşünürəm. Mənə verilən həyat payını belə mənasız xərcləmək istəmirdim. Bütün bunlar məni iyrəndirir. Dünya mənim üçün bu qədər iyrənckən, hər şey süni və cansıxıcı ikən və ən əsası dünyada tək tənha ikən məni yaşamağa sövq edən nədir? Nədir bu yaşam həvəsi canlılarda? 21 yaşım var və enli uzunlu bir azadlığım var əlimdə. Yəqin budur məni yaşamağa sövq edən. Amma mənim qəfəsim elə azadlığımdır. Məni bəzən qəhər içində boğduran, yalnızlıq bataqlığına dərinliyə sürükləyən elə mənim azadlığımdır. Düz deyirlərmiş, hər şeyin artığı dərd edər. Yəqin vacib şeydir bu azadlıq. Ona çox fikirləşməyim, onsuz da o qədər ağıllı deyiləm. Yatmaq ən ağıllı fikirdir bu halda. Günəş dənizin arxasında gizlənməyə və yerini aya verməyə hazırlaşır. Bir kişi süliyyəti ilə nəhəng qayanın üstündə dənizin göz işlədikcə uzanan gözəl mənzərəsini seyr edirik. Gözlərimi qıyaraq dənizin sonunu görməyə çalışıram, amma alınmır. Gözlərimi bərəldirəm. Daha diqqətlə baxmaq istəyirəm, amma yenə də dənizin sonunu görə bilmirəm. Birdən özümə nəzarəti itirdim. Sanki hansısa qınaq enerjisi məni idarə eləməyə başladı. Şalvarımın kəmərlə arasında yerləşdirilmiş revolveri çıxardıb, mənimlə dənizi seyr edən kişiyə tuşladım və tərəddüd etmədən tətiyi çəkdim. Güllə dəyən kimi boynunda qan fışqırmağa başladı. Kişi mənə tərəf döndü və üzündə daş ifadə ilə dənizə düşdü. Yuxudakı şuurum öldürdüyüm adamın atam olduğunu deyir. İkinci gedişə silahı gicgahıma tuşlayıb, nəfəs belə almadan qəti şəkildə tətiyi çəkdim. Dənizə yıxılarkən yaxaladım özümü. Külək üzümə vurur. Fikirlərim külək vurmuş kağızlar tək havada uçuşur. Həyəcandan ürəyim boğazımda düyünlənib. Hələ də yerə çata bilmirəm. Axı mən yıxıldımsa dənizə düşməliydim. Ürəyim partlayana yaxın diksinib, yuxudan ayıldım. Yuxuda qorxduğumdan neçə saniyədir nəfəs almadığımı və boğulduğumu hiss elədim. Bir neçə dəfə dalbadal dərindən nəfəs aldım. Atamı xatırlamağa çalışıram. Görəsən o mənə oxşayırdı. Bəs anam, onlar necə tip adam olublar görəsən? Mənim həyatım onlarla necə keçib görəsən? Nə qədər çalışsam da yaddaşımı geri qaytara bilmirəm. 10 yaşımda xəstəxanadan çıxıb yetimlər evinə köçürüldüyümdə atam və anamla birlikdə maşın qəzasına düşdüyümüzü demişdilər mənə. Qəzada valideynlərim həyatını itirmişdilər, mənsə yaddaşımı. O hadisədən sonra bütün cəhdlərimə baxmayaraq yaddaşımı geri qaytara bilmədim. Keçmişimdən bir iz də olsun xatırlaya bilmədim.
16 yaşımda isə yetimxanadan azad oldum və indi çox axmaq həyat yaşayıram. Yeyib içib yatıram. Sonra işləyirəm ki, yenə yeyib içim yatım. Bunun nə qədər sürəcəyini bilmirəm. Zövq aldığım demək olar ki, heç nə yoxdur. Nə bir dost, nə bir tanış var. Bütün günü tək gəzirəm. Tək qalmaqdan öz-özümə danışmaq kimi bir vərdiş də formalaşıb məndə. Danışıram, müzakirə edirəm. Bəzən müzakirə elədiyim ikinci adamı belə parçalanıram. Günlərcə yuxusuz qaldıqda isə bu axmaqlıq dərəcəsinə can çatır. Bundan qorxduğum üçün evdə çox qalmıram. Çıxıb şəhəri gəzirəm. Adamları seyr edib başımı qatıram. Bu daha maraqlıdır. Onlardan məhz öz yaşıdlarım olanlara paxıllıq edirəm. Onların qohumları, dostları, sevgililəri var. Zədəsi olanda qayğısına qalacaq kimsələri var. Onlar əylənir, bəzənsə dərd çəkir. Mən bunların hamısını həsəd aparıram. Onların yanında avara küçə itinə bənzəyirəm. Onlar məhz mənim oxuduğum mahnıları dinləyərək başqalarını düşünürlər. Axı mənim oxuduğum mahnı dinləyib başqalarını niyə dinləsinlər ki? Səs mənim, ifa mənim. Həyatım sənə maraqlıdırsa, tək bir cümlə ilə belə ifadə edərəm ki, şəxsiyyət vəsiqəm həmişə şalvarımın cibində olur. Bunu ona görə qoymuşam ki, qəfil ölüm məni haqlayarsa, aylarla ölüxanada saxlayıb, mənim olmayan qohum əqrabamı axtarmasınlar. İnsanları seyr elədiyim belə gəzintidən sonra o üfunətli daxmama qayıtmaq istəmirəm. Amma məcburam. Evə gedib yatmalıyam ki, gecə Evernestə gedim. Buranın ağır enerjisi məni boğur. Atılmışlığımı mənə daha çox hiss elətdirir. Zirzəmi kimidir. 2 çarpayı, çarpayıların arasında bir şkaf var. Sağ gücdə isə tualet kabinetinə giriş qapısı var. Tualet kabinetində qırıq-sökük unitaz, əlüzyan və divarda balaca dördkünc, ortasında əhri çat uzanan güzgü var. Arada uzun-uzadı bu balaca güzgüdən öz əksimə baxaraq söhbət edirəm. Vəssalam, bu da mənim malikanəm. Elektrik işığım belə yoxdur, onu əvəz edəcək bir neçə şam var. Bu problem deyil, mənim təbii işıqdan daha çox xoşum gəlir. Yetimlər evində gitara çalmaqdan başqa rəssamlıq və heykəltaraşlıq da öyrənmişdim. Oradan qalan bacarığımdır ki, mənim evimin divarlarında çəkdiyim rəsmlər otağımı bəzəyir. Divarın yatağımın ayaq tərəfinə düşən hissəsində bir gənc qız şəkli çəkmişəm. Buruq, havalı saçlar olan, toppuş yanaqlı gözləri parıldayan qız. Bunu hara baxıb çəkdiyimi xatırlamıram. Sadəcə özlüyümdə belə canlandırıb ağlıma gələni çəkdim. Çox da gözəl alındı. Bəzən yatağımda uzanıb uzun-uzadı rəsmdəki qızı seyr edirəm. Az qala vuruluram ona. Çox gözəl rəsmdir. Mona Lisa'dan tək fərqi Mona Lisa olmamasıdır. Divarın sol yarım hissəsində isə qadın və kişi suliyyəti çəkmişəm. Onlar atam və anamdır. Simaları yadımda olmadığından çəkə bilməmişəm. Amma bu suliyyət rəsmləri az da olsa onları mənim üçün canlandırır. Bundan başqa evimin döşəməsində balaca heykəlciklər səpələnib. Bəzi günlər yata bilmədiyimdə gedib gips alıram və onu oyaraq müxtəlif fiqurlar düzəldirəm. Soyuducu fiquru, ev fiquru, kərpic fiquru kimi asan əmələ gələn heykəllər qoymuşam. Mənim üçün ən çətin əmələ gələn və şah əsərim olan heykəl unitaz heykəl olmuşdu. Üzərində xeyli tər tökmüşdüm. Ona görə də bu əsər mənə çox əziz olduğundan onu ayrıca şkafımın üstünə qoyuram. Bu cür bacarıqlarıma görə də yetimxanada yalnız əmək təlimi fənnindən normal qiymət almışam. Evimin bir sakini də Billidir. Onunla dostlaşma hekayəm qəfil oldu. Şəhəri gəzişərkən qoca arvadları ölmüş tənha kişilərin itləri ilə gəzişdikləri nəzərimi çəkdi. Düzdür, mənim arvadım ölməmişdi, amma tənha olduğumdan əmin idim. Qərara gəldim ki, bir ev heyvanı alım. Zoo mağazaya gəldiyimdə gözlənildiyi kimi ilk olaraq ağla gələn it oldu. Sonra barmağımı dişlədim. Fikrə getdim ki, it ürəcək, səs-küy olacaq, rahatlığımı pozacaq. Həm də ki, itlərin biraz vəhşi görünüşləri var. Yatarkən məni yeyə bilər. İt nədisi olmaq üçün planım yox idi. Gələcəyə dair. İkinci növbədə ağlıma pişik gəldi. Sonra fikrimi dəyişdim ki, natəmiz heyvanlar, tualet anlayışları yoxdur. Harda gəldi ifrazatını edəcək, həm də İslam dinində pişiyi vurmaq günah sayılır. Müsəlman olmasam da yenə ehtiyat edib günahdan qorxdum. Fikirləşdim ki, mənə əsəbləşdirəndə ona heç diləməsəm quduracaq, gəlib başımda oturacaq. Qəti bir qərara gələ bilmədiyim üçün çəhrayı saçlı satıcı qıza yaxınlaşıb, mənə yeməyən, içməyən, ifrazat etməyən, səs salmayan, hürməyən, yatarkən məni yeməyə ağlına belə gətirməyən və döyülməsi heç bir dində haram olmayan bir ev heyvanı təklif etməsini istədim. Çəhrayı saçlı qız gözlərini parıldadaraq gülümsədi və akvariumdakı rəngli balıqlarını mənə məsləhət gördü. Sözsüz bu ideal seçim idi, amma o balıqlar çox gözəl və təmtəraqlı idi. Mənim boz daxmama heç yaraşdırmazdım onları.
Dərhal ağlıma bir fikir gəldi. Çəhrayı saçlı qıza təşəkkürümü bildirib ət bazarına qaçdım. Burada rəngli-rəngli parçaları qat-qat geyinib rəngli kələm təəssüratını yaradan 50 yaşlarında balıq satan xanıma yaxınlaşdım. Mənə balıq lazım olduğunu bildirdim. O isə ağ balığın az sümüklü və daha dadlı olduğunu, həm də çaydan tutulduğunu dedi. Mən balıqlardan əlim boyda bir karas balığını seçdiyimi bildirdikdə rəngli kələm xanım, "Ay bala, onunla doyacaqsan ki?" deyərək mənim yaxşı alıcı olmadığıma görə təəssüf hissi keçirdi. Banka alana dək içində su doldurulmuş, şəffaf sellofonda gəzdirdim Billini. Deyilənə görə su olmasa özünü pis hiss edir. Daha sonra tərəvə satan dodağının üstündəki qalın bığlarında, bir də yalnız gicgahında və peysərində olan seyrək saçlarına dən düşən yaşlı bir kişidən bir banka xiyar turşusu aldım. Xiyarları kişiyə qaytardıqdan sonra bankanı yuyaraq içinə su doldurub Billini yeni yuvasına qovuşdurdum. Artıq bir ildən çoxdur ki, Billi bu yuvada yaşayır. Billinin kişi ya da qadın olmasından bir anlayışım yoxdur. Amma üzərkən quyruğunu burcutmasına görə qadın olmasından şübhələnirəm. Yəqin ki, kişi balıqlar quyruğunu burcutmadan üzür. Bir dənə də dümsək tələbə qonşum var. Musiqi təhsil alır. Tez-tez həvəsə gəlib pianoda mənim əsəbimdən divarları yumruqlamağıma səbəb olacaq səslər çıxardır. Bu oğlan mən yaşadığım binaya köçəndən pianoya olan sevgimdən əsər əlamət qalmayıb. Piano çalan hər kəsə, ümumiyyətlə pianoya aid hər şeyə nifrət edirəm artıq. Bu səhər hava anasından pul qoparmağa çalışan şıltaq uşağın elədiyi şirinliyə bənzəyir. Adamı yoldan çıxarır lap. Yay havasını yumşaq gilavar küləyə qatdıqda insanın ruhunu oxşayır. Bakı palçıqlı, soyuq və sərt qışdan çıxaraq, yaz yağışının suları ilə yuyunub, yeni açılan çiçəklərlə ətirlənib, yaya qədəmlərini qoyub. Bütün bunlar insanların üzlərində təbəssüm, ürəklərində sevinc yaradır. Onlara baxaraq mənim də içimdə bir xoşbəxtlik var. Səhər şəvəqinin verdiyi əvəzedilməz xoşbəxtliyi içmə çəkmişəm. Özümü xoşbəxt hiss edirəm. Qaçmaq, qışqırmaq, rəqs eləmək, əylənmək keçir könlümdən. Havanı qucaqlayıb öpmək istəyirəm. Həmişə belə qalmasını arzulayıram. Sevimli mahnılarımı zümzümə edə-edə gəldim, çıxdım evimə. Billimi öpdüm və yatağıma uzandım. Gözlərimi yumub, hasardan növbə ilə keçən qoyunları saymağa başladım. Bu mənə fikrimi yuxuya cəmləməyə və tez yuxuya getməyə kömək edir. Oyandığımda artıq günəş batmaq üzrə idi. Amma hava hələ də gözəl qalmışdı. Buna görə də işə tez getdim. Evernestdə xeyli adam olacaqdı. Əmin idim ki, müdürüm şiddətlə məni arzulayır orada. Fenderimi köklədim və səhnəyə qalxdım. Mən həmişə gitara ilə səhnəyə qalxdıqda qonaqlar hamısı əl çalır. Amma bilirəm ki, bu alqışlar mənə deyil, sadəcə instinktlərdir. Öyrəşiblər buna və mənə də pay düşüb oradan. Hava gözəl olduğu üçün Evernestdə insan izdihamı düşündüyümdən də çox idi. Gənclər qonaqlar arasında çoxluq təşkil edirdi. Onlar hamısı nədənsə danışırlar, gülürlər. Mübahisə edənlər heç gözümə dəymir nədənsə. Görünür, insan əhvalına təsir edən əsas səbəb havanın çaldığı musiqidir. Amma tam elə demək olmaz, çünki indi mənim çalacağım musiqidən də az şey asılı deyil. İstəsəm onların keyflərinə soğan doğrayaram, istəsəm kələm. Gitaramın simlərinə yenidən əl gəzdirdim. Musiqi seçimi üçün çox fikirləşmədim. İlk ağlıma gələn Halleluya oldu. Gənclər Halleluyanın zərif akordlarında və Evernestin sakit ab-havasında sanki özlərini tapmışdılar. Yaranmış romantik ab-havada hamının gözləri işıldayırdı. Halleluyanın birinci nəqarətindən sonra ikinci hissəsinə başlamazdan əvvəl verilən bir neçə saniyəlik sükut fasilədə ağzıma qədər tökülüb üzümü örtən saçlarımı əlimlə arxaya darayıb, üz mimikalarımla bu anı daha da dramatikləşdirməyə çalışdım. Amma saçlarımı arxaya daramışdım ki, məni avtobus vurdu. Yox, daha ağır bir şey, tank vurdu məni. Əslində indiyədək məni avtobus vurub, nə də ki tank, amma bu anı dəfələrlə xəyalımda canlandırmağa çalışmışam. Aman tanrım, bu mənzərə fövqəladə idi. Hətta məndə tank vurma effektini belə yarada bildi. Kütlənin arasında dostların söhbətinə məhəl qoymadan, bütün varlığı ilə mənim ifamı köklənən iki parıldayan gözəl göz mənə baxırdı. Sanki zaman sürətini azaldıb musiqimin notları ilə axırdı. Qəfil düşündüm, bəlkə gözləri çəpdi. Amma yox, hər nədirsə olar, məhz mənə baxırdı. Və fərqli baxırdı. Mənə xiyar turşusu satan yaşlı kişi kimi ya da Billini mənə satan rəngli kələm xanım kimi baxmırdı. O fərqli baxırdı. Çox keçmədi ki, gözəl gözlərini, toppuş yanaqlarını və ağzında şirin konfet sorurmuş kimi şirin gülümsəyən dodaqlarını
qapının açılması ilə içəri daxil olan küləyin havalandırdığı saçları örtdü. O gözlər düz 3 saniyə mənə baxdı. Şəkillərdəki qızları nəzərə almasaq, indiyə qədər hələ heç bir qız mənə 3 saniyə baxmamışdı. Bu əla nəticə idi. İçimdə istilik hiss elədim. Duruxdum. Amma barmaqlarım gitar risimləri rəqs eləməyə davam edirdi. Elə ağzım da məndən xəbərsiz oxuyurdu. Amma daxilim kilidlənib açarı dənizə atılmışdı sanki. Bütün səslər mənə uğultu kimi gəlirdi. Birtəhər açarı tapıb özümü düşdüyüm kiliddən çıxardım. Saçımı yenidən üzümə tökdüm. Halleluyanın ikinci hissəsini necə bitirdiyimi belə bilmədən Evernestdən qaçdım. Arxamca barmenimiz Tamer qışqırdı. Ben, hara qaçdın? Gözlə bir dəqiqə. Yol boyu o qızın siması gözümün önündən çəkilmirdi. Onun siması mənə çox doğma, yaxın gəlirdi. Hansısa his, onun hardasa mənə məxsus olmalı olduğunu deyirdi. Sinəmdə istilik hiss edirəm. Nəfəs alıram, amma nəfəs gəlmir. Ciyərlərim daha çox nəfəs istəyir. Ürəyimi hiss edirəm. Hə, o döyünür. Bu dəqiq ürəkdir. Əvvəllər fikirləşirdim ki, Tanrı məni yaradarkən ürək taxma prosesi çay fasiləsi ilə toqquşub. Fasilədən qaydanda fikrini cəmləməyə bilməyib ürək yadından çıxıb. Beləliklə nəticə olaraq mənə belə kötü olmuşam. Amma indi aydın oldu. Tanrı günahsızdır. Mənə ürək verilib, sadəcə mən lazımınca istifadə eləməmişəm. Bugün mən ürəyimi tapdım. Ürəyimi hiss edirəm. Maraqlı bir şeydir, fərqli bir rahatlıq verir. Bu nədir? Yoxsa aşıq olmuşuq? Qulağımdakı səs. Kimsə məndən necə olduğumu soruşsun lütfən. Fikirləşmədən mən xoşbəxtəm deyə qışqırım. Gecədə amma səhər şəfəqinin verdiyi xoşbəxtliyin eynisini hiss edirəm. Bu dəqiqə 2 ayaqlı çaqqalı da qucaqlayaram. Qışda məndən pul istədikdə mən bank deyiləm dostum dediyim üçün məni gölməçəyə yıxıb döyən, göy cins geyinən yekəpəridə. Hətta iyrənc tısbağanı da. Ya da yox, tısbağa qalsın. Tısbağa çox iyrəncdir. Amma əsas odur xoşbəxtəm. Statistikada bir insanın başqasına aşıq olması üçün 8 saniyə ona baxması lazımdır. Amma mən cəmi 3 saniyəyə rekord qırdım. Görəsən başqa nə istedadım var? Bəlkə 100 metrdə 3 saniyəyə qaça bilərəm. Nəysə, artıq gizləyirəm. Amma bu şəffaf optimizmin üstünə təzyiqlə bir qara quş qondu. Axı mən onu bir də harda görəcəm? Axmaq bendi. Elə o indi sənin işlədiyin barda oturub. Nə artistlik edirsən? Dedim öz-özümə. Yox, indi həyəcanlıyam. Həm də çoxlu dostları var yanında. Üstümə gəlmə, qısası indi yeri deyil. Deyə cavab verdim öz-özümə. Evə gəldim. 3 dənə şam yandırdım. Otağım tamamilə işıqlandı. Billini öpdüm. Onların qısa xülasəsini və aşıq olduğum haqda ona danışdım. Xəyallar qurmaq ümidi ilə yatağıma uzanıb arxayın təbəssümlə gözümü yumdum. Əllərimi başımın arxasında çarpazlaşdırıb balış elədim özümə. Ayaqlarım isə divara dırmanmışdı. Belə uzanmaqdan xoşum gəlir adətən. Uzun müddət xəyallar bağında gəzişdikdən sonra başımı sola çevirib gözlərimi yüngülcə açdım. Gördüyüm mənzərənin şokundan yatağımdan yıxıldım. Ayağa qalxıb gözlərimi möhkəm yumdu və bərəldib daha dəqiq görməyə çalışdım. Bu mənim divarda çəkdiyim qız rəsmi idi. O bugün Evernestdə mənə 3 saniyə baxan gözəl qızın tam özü idi sanki. Havalı buruq saçları, yumru və toppuş yanaqları, ağzında şirin konfet sorurmuş kimi şirin gülümsəyən dodaqları və parıldayan qıyılmış gözəl gözləri. Çəkdiyim rəsm necə də ona bənzəyirdi. Yox, bu sayıqlama deyil. Çəkdiyim rəsm doğrudan da Evernestdə gördüyüm qızın eynisi idi. Dilemma qarşısında qaldım. Bu rəsm o qıza təsadüfən oxşayırdı, yoxsa mən onu əvvəllər hardasa görmüşəm? Rəsmi çəkdiyim günü yadıma salmağa çalışdım. Hə, əlbəttə, bu rəsmi heç nəyə baxmadan musiqi pleyerimdə sonuna qədər izləmədiyim Titanic adlı filmin soundtrackini dinləyərək çəkmişdim. Rəsm tamamilə mənim təxəyyülüm idi. Beləliklə, indiyə qədər gördüyüm milyonlarla qızdan birini divarımdakı rəsmə bənzətmişdim. O qızdan gələn doğmalığın və xoş enerjinin səbəbi də bu imiş görünür. Bu nə axmaq fikirlərdir, Ben. Adamdır da, onsuz da hər kəs bir-birinə oxşayır. Yenə başlama axmaq suallarla məni yormağa deyib, beynim yatdı. Şamları rəsmin yanında qoyub yatağımda uzandım və rəsmi daha da heyranlıqla seyr eləməyə başladım. Bu rəsmin ona bu qədər bənzəməsi məni çox sevindirmişdi.